Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Atam sənətdə olanda Əminə oyuncaqlarla oynayırdı. Xəbər verir ki, bunu müğənni Tacir Şahmalıoğlu'nun özü kimi müğənni oğlu Şahmalı deyib. Tarixin bir günü verilişinə qatılan Şahmalı, atası və müğənni Əminə Şirin arasında yaranan qalmaqala münasibət bildirib. Mənim atama rəqib axtarmayın, o rəqibsizdir. Əgər dərinə gəzsək, 2000-ci illərdə nə olubsa baxın. Görün atam nələr edib bu sənət üçün. Onun etdiklərini edə bilsəniz, onda danışarsınız. Bir çox gənc müğənni mənim atamdan bəhrələnib bu sənətə gəlib. Əminə deyir ki, Tacir sənətkar deyil. O oyuncaqları ilə oynayanı mənim atam sənətdə əziyyət çəkirdi. O bu mövzu ilə özünü yaxşı reklam etdi. Teatrodakı tərəflər arasında qalmaqal Əminənin rengareng verilişində Ölüm Haqqdır adlı mahnını pulla aldığını və Tacirin oxuduğu eyni mahnını YouTube'dan sildirmə hüququnun olmasını deməsi ilə başlamışdı. Tacir isə cavabında Əminə Şirinin tanımadığını demişdi.